Əli, bu bayrağı qaldıran əsgər kimdir? Bu bayrağı qaldıran atamdır. Atam bayrağı necə qaldırıb? Sənə danışıb? Hə, atam deyirdi ki, müharibə asan deyil. Yuxu yox, sakitlik yox. Amma o gecələrdə hər kəsin içində bir işıq yanırdı. Kimi məktuba baxanda güc tapırdı. Çünki onu gözləyən bir nəfəs vardı. Kimi kiçik nişana baxıb ürəyində söz verir. Kimi ailəsini düşünürdü. O düşüncə ilə sinib gələcəyə ümid bağlayırdı. Kimi bayraqdan güc alırdı. Çünki o bayraq onların nə üçün döyüşdüklərini xatırladırdı. Atam deyirdi, bəzən qələbə sükutdan başlayır. Torpaq titrədi, göy qapandı. Güllələrin səsi nəfəs kəsildi. Amma o ürəklər susmadı. Hər addımda vətən deyilən bir güc vardı. Qələbə təkcə silahla qazanılmadı. O yaralı əllərlə, torpağa qarışan nəfəs ilə qazanıldı. O bayraq onların susqun qüruru idi. Atam deyirdi ki, qorxmaq pis deyil, amma qorxunu keçmək ən böyük cəsarətdir. Qələbə, bayrağı ucaldanların hekayəsidir. Mənim atam da o hekayənin içindədir.